Salam əziz dostlar, əziz tamaşaçılar. Bugün biz Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərin həmrəylik forumundayıq. Bu forum 23-dən 26-sına qədər davam edir. Gülüstan Sarayındayıq və burada bütün dövlət nümayəndələri və Türk dünyasının şəxsləri burada iştirak edir. Və burada bizlə bərabər Dədə Ələsgər Ocağının İctimai Birliyinin sədri Xətai müəllim, Aşıq Fəal Məclisinin sədri Pərvanə xanım, Məsəd Şairlər Məclisinin sədrisi və Nəzakət xanım, hansı İctimai Birliyinin sədri? Şəhid ailələrinin maddi mənəvi dəstək İctimai Birliyinin sədri. Siz də? Mən də şəhid xanımıyam, şəhid ailələrinin sosial dəstək İctimai Birliyinin sədriyəm. Gərçin Təhsin İnşallah dəstək İctimai Birliyinin sədri. İnşallah inanıram ki, bugün nəticələnəcək Allahın köməkliyi ilə və bizlə bərabər çox sayda QHT rəhbərləri, dövlət məmurları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və Türk dünyasının Əziz qonaqlar, panel bir dəqiqəyə tanınmışsınlar buradadır. Tədbirə başlanmaq üzrəyik. Bir dəqiqə qalıb tədbirin başlanmasına və göründüyü kimi kameralarda hamısı hazır vəziyyətdə, çəkilişə hazır vəziyyətdədir və bu izdihamda inşallah bizim bu gözəl xanımlar da hamısı tədbirə gəliblər. Hər kəsi salamlayırıq. Necəsiz? Uğurlar olsun. Təqdim edin özünüzü. Naibə xanım. Buyurun Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin Sədri. Və bu gözəl xanımlar hər kəs QHT rəhbərləridir. Təqdim edərdiniz özünüzü. Zənə Quliyeva, Uşaqların Gələcəyi naminə İctimai Birliyinin sədri. Sədri. Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin sədri Azadə Məmmədova. Azadə xanım, şad olduq. Dear guests, we would like to welcome you and thanks for coming. Please take your seats, we will start in a moment. Дорогие уважаемые гости, спасибо, что пришли на наш форум. Мы через несколько минут начинаем. Просим вас занять свои места. Спасибо, всем удачи. Hüquqşünas Qanunlar Assosiasiyasının rəhbəri. Nə gözəl, şad olduq. Salam, Həmidova Lalə, Qeyri-hökumət təşkilatı sədriyəm. Azərbaycan Türk Fil İstihsalçılarının inkişafına dəstək. Türk Filyanı Göbələk. Nə gözəl, şad oldum. Uğurlar diləyirik tədbirə də. Təqdim edin. Azərbaycan Bolqarıstan Cəmiyyətinin sədri, baş redaktor, Bolqar dilindən çıxan jurnal, Mariya Hüseyin. Uğurlar arzulayıram və inanıram ki, bu görüş çox uğurla nəticələnəcək. Buyurun. Salam. Sosial Dayaq İctimai Birliyinin sədriyəm. Nə gözəl. Tədbirə Adınızı qatılmışam. Adım Müftəliyeva Qərənfil. Qərənfil xanım. Bəli. Şad olduq. Uğurlar arzulayıram. İnanıram ki, bu forumdan hər kəs bəhrələnəcək. Çox gözəl təəssüratlarla ayrılacağıq. Bəli, dostlar, bax belə Türk dünyası buradadır. Salam olsun deyək Uca bəylər. Sizdən güc almaq istədik. Salam olsun Qoşa bəylər. Siz tək ucalmaq istədik. Bəli, Türk dünyasını salamlayırıq. Turan illərini salamlayırıq. Aydın xan, xoş gördük sizi. Bugün Aydın xan müəllim də buradadır. Şad oldum. Buyurun. Çox sağ olun, çox sağ olun. Uğurlar arzu edirəm və bütün QHT rəhbərlərinə və bu görüşə inanıram ki, çox gözəl müvəffəqiyyətlə başa çatacaq. Sağ olun. Təqdim edin özünüzü. İradə Həsənova, Səma və Hüquq Sosial İqtisadi Yardım İctimai Birliyi. Sağ olun. Və hər kəsi salamlayıram. İnanıram ki, çox uğurlu bir görüş olacaq. QHT rəhbərlərindən salam, hər kəsi salamlayıram. Cəsarət müəllim, təqdim edin özünüzü. Nağız Əsgərov, Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi sədri. Sağ olun, şad olun. Muğamlı, Sosial İnkişaf İctimai Birliyinin rəhbəri. Vidadi Quliyev. Sağ olun, xoş gördük hamınızı. Namazov, Kitab Yarmışın İnkişafına dəstək istəmək. Nə gözəl. Gözəl qızım. Mərhəmət Daşdəmir bəy, sosial problemlər üzrə şürat sədri. Səsim Nigar Bayramlı, Güvən Xeyriyyə İctimai Birliyi. Nə gözəl. Buyur gözəl. Salam, Sevinç Fədai, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri. Nə gözəl. Cəsarət müəllim, buyurun bir kəlmə.
Cəsarət Vəkiləm. Əkrəm bəy Dəmirli. Əkrəm bəy. Sosial Üzvə və Təbliğatlar İctimai Birliğinin sədri. Uğurlar olsun hər kəsə. Sağ olun. Yasin Azərtürk, İnterlik Yevmi İnşallah Dəstək İctimai Birliğinin sədri. Şad olun. Səməd Vəkilov Vəkil Hüquq Mərkəzinin sədri. Yəni, siz Əyyub Kərimli İqtisadi və Sosial Araşdırma İctimai Birliğinin sədri. şad oldum. Uğurlar arzu edirəm hər kəsə. Uğurlar olsun. Cəvahir Qarabızın Əsəd Şahilə Məclis İctimai Birliğinin sədri. Talih müəllim, xoş gördük. Uğurlar arzu edirəm. Talih müəllim, təqdim eləyin özünüzü. Hamı tanıyır sizi əlbəttə ki, çox hörmətli, həm müharibədə vuruşmusunuz, həm qeyri-hökumətdə. Buyurun, təşkilatın rəhbəri. Təşəkkür edirəm. Bugün Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin, QHT-lərin həmrəylik forumudur və biz də bu forumda iştirak edirik. Mən bu ali mötəbər tədbirə uğurlar arzulayıram. İnanıram ki, Türk dövlətlərinin inteqrasiyasında vətəndaş cəmiyyətinin də mühüm rolu olacaqdır. İnşallah. Buyurun, siz özünüzü təqdim eləyin. Təşəkkür edirəm, xoş gördük. Mən də çox bu tədbirdə iştirakdan xüsusi məmnunluq hissi keçirdirəm və mən inanıram ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə tarixdə özünün yeri və rolu olacaq bir təşkilata çevriləcəkdir. İnşallah. Bu təşkilatın təşkilata daxil olan ölkələrin QHT-lərinin bugünkü forumu düşünürəm ki, gələcəkdə çox ciddi bir birliyin bünövrəsinin qoymasında müstəsna və xüsusi rol oynayacaq.